koyuyorum. En başına yumurtalı. İkisinden de elimize çıkıyor. O bizim renginde. Hakem hükümün batışı hiç yok yenmeyecek. Ona göre kardeşine geldi. Bakmıyor. Yıkanın. Erman da öyle. Yok. Erman da yok. Olsun. Dadamda elementlerdi var bu. İçindekinden vermişler. İnternete yazırsın ha. Hiçbir şey yok. Nerede öyle? Hiç mi? Ne mi? Saxlanın iyi, bura bakar. Oo, 6 da ne gündür. Hamısını başka krastallayacağım, yandıracağım. Neyse, düştü, töküldü. Bunun sahibi rəhmətə gedib, Allah rəhmət eləsin. Yeşiklər öz başına qalıb deyə güvə basıb, güvə bu yeşikləri belə eləyib, bu günə salıb. Mən indi bu yeşikləri, ramkaları dezinfeksiya eləyəcəm. Bu yeşikləri təmizləyəcəm, kraskalayacağım. Dezinfeksiya eləyib. Bunlar Rutovski yeşiklərdir. Hamısı təmizlənməlidir. Bu niyə çıxmır buradan? Divarı yiyir. Divara yapışmışlar. Bütün güve, yani mol. Dün bunu basıp yiyikti. Günə koyuptu. Bunu təmizləyəcəm, yeşikləri kraskalayacağım. Təzəldən mən. Şimdi mənim yeşiklərim dadandı. Ramkalarım hamısı dadandı. İndi bu Rutovskini ya belə saxlayacağım, ya mümkünsə bunları hamısını dadana çevirəcəm. Yeşiğin içinde çoxlu güvənin həzm elədiyi. Yəni, bu qara rəngdə onların həzm ifraz elədikləri qalıb. Bunu indi baxacağım internetdə görüm, mümkünsə bunu spirtol nastok eləyəcəm. Çox xeyirli bir şey olmalıdır. İfraz elədiyi bu mum elə xeyirli şeydir ki, sırası buradan qarışqa gəldilər. Qarışqalar bir daşıyırlar. Daşıdı da mümkün özüm istifadə edəcəm. Yine qarışqalara verim. Bu yeşiklər misal üçün heç altının ayağında yoxdur, noşkası yoxdur. Oy. Tak. Sonra altlarında heç birində setka yoxdur. Bunları hamısına setka yeri kəsəcəm. Setkalı yeşiklər özüm sınaqdan keçirdim. Bütün qışı bu soyuq marozları keçirdik. Altları açıq deyəndə belə fanerkayla örtmüşdüm. Amma ona hava gedirdim. Sınaqdan keçirdim. Buna görə bilirəm ki, yaxşıdır. Kiflənmir. Yəni mənə verilmiş yeşiyin, əslində qalsa bir yeşiyim altı açıq deyildi. Mən onu gətirəndə keçən mart ayında bütün altı kif idi. Tak что indi o
kif olmasın diye bak yeşillerin altı açıq olanda heç bir kif olmadı, bütün dışı narın üstü tərləyir. Üstü tərləmək də Rus saytlarında deyirlər ki, lap yaxşı tərləyəndə bir tərəsin altı açıqdır. Tər də onlar üçün elə bil ki sudur, kondensat. Kondensat onlar üçün su ehtiyatlarını yerinə yetirir. Düzdür, mənə yorumlarda yazırlar ki, kiflənəcək, xəstəliyə tutulacaq, belə olacaq, elə olacaq. Xəstəliyə qarşı da mən arılarıma yem verəndə mədə bağırsağında problem olmasın deyə ardışın yarpaqlarından, şamın yarpaqlarından, acı yoğuşandan, vitaminli kompleks satırlar. Bax ondan, o üçün çox şey, sarımsaq, ıslı, hər şey qatıram ki, onların yəni mədə bağırsaqlarında problem olmasın. Hələ ki Allaha şükür heç bir xəstəlik məndə olmayıb. Keçən ildə başlayanda görürdüm ki, erkək arıları çıxardırlar, tollayırlar. Erkək arılar da nedorazviteye idi, elə bir yetişməmiş. Çox qorxdum. Sonradan eşitdim, dedim, oxudum, araşdırdım, gördüm ki, dedilər ki, normaldır. Yəni eşek arı da lazım. В смысле eşek arısı çaşdım. Erkek arı. Erkek arı da lazımdır.